Herkese salam, kanalıma xoş gəlmisiniz. Sevilən şairə Nazilə Səfərlinin ailəsinə ağır itki üz verib. Belə ki, Nazilə Səfərlinin atası Bəhlul kişi vəfat edib. Bu barədə Nazilə Səfərli sosial media hesabında məlumat verib. Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Çətin və ciddi dövründə fədakar həkimlərimizi və tibb bacılarımızı və bu sınaq dövründə göstərdikləri təmkin, professionallıq və humanizmə görə öz minnətdarlığımı bildirirəm.